Dostlar, S-Class 223 quza bizdə 2 dənə iş görüləcək bu maşında. Yan güzgüdür, yan güzgü qırılıbdır. Güzgü artıq var. Quraşdıracağıq. Qapının abifkası sökülməlidir. Qapının içi sökülməlidir. Və benzabakın lükoku işləmir. Onu içəridə İtalyan şel çoku, yazı çoku atmır. Yəni, prujin mexanizması sıradan çıxıb. İndi güzgünü ilk növbədə dəyişəcəyik, çünki orada təmir getməyəcək, sadəcə dəyişmək lazımdır. Burada isə təmir gedəcək. Yazı çoku çökək və orada içində olan mexanizmanı çəkib sizinlə paylaşacaq. Güzgü dəyişməsi prosesdədir. Aktuator sökülüb. Hər şeyin adətən səbəbi olur. Boş-boşuna heç nə sıradan çıxmır. Bu bizim motorçukumuzdur. Əslində bu aktuator sökülmən aktuatordur və dəyişilməlidir. Özümüz üçün, maraq üçün söktüyünə görə biz bunu düzəldə bilərik, yoxsa yox. Düzəldə biləcəyik. İlk növbədə bunun sıradan çıxmağının səbəbi odur ki, o moşiklər var, yeydirmə moşiklər. Götürüb naporu tutur düz benzabakın içinə. Güya ki, benzini yumaq istəyirlər, bunu yumaq istəyirlər, nədir o da. Qapağı üstünə bir də su ilə keçdim və o naporu arasına saxlamaqla baxın görün, motorun üstü görün nə gündədir. Yaxşıdır ki, su içinə getməyibdir. Bunu atan prujin gördünüz yoxdur. Prujin deyilən bir şey yoxdur. Prujinin ancaq ucu gedib. Yəni çürüyüb, dağılıb. Motorun içi söküləcək. Motorun içinə belə deyək, əl gəzdirəcək. Bunu germetik şəkildə bağlayacaq ki, su buraxmasın. Cuzi su girib içinə, o boş şeydir. Üstün qəşəng təmizləyib, yığacaq yerinə. Prujini inşallah əvəzləyəcək və yaxud başqa bir şey fikirləşəcək yerinə ki, bu aburatla ata bilsin. Belə. Güzgünü dəyişmək istəyən zamanı fikir verildi ki, alınan güzgü üstündəki güzgü ilə bir balaca seçilir. Niyə? Çünki alınan güzgüdə hər hansı bir opsiya çatışmır. Yəni, burada 2 dənə kabeldir, burada isə 1 kabeldir. Ona görə qərara gəldik ki, bunun korpusun, salamat güzgünü, yəni yeni alınan güzgünün korpusunu sökək, yığaq üstünə və inşallah işləyəcək. Çünki bunu üstünə qoymaqla nəsə işləməyəcək, sonra təzdən sök, yığ, lütfü bir dəfəlik üstündəkini saxlayaq. Belə. Hər dəfə nəyisə planlaşdırırsan, amma nəticədə başqa bir şey çıxır və artıq vaxt tələb edir. Belə, biz işimizi davam edirik. Bir neçə saatın əziyyəti və bütün işlər tamamlanıb. Güzgü dəyişilib, pavorotnika işləyir, güzgüsü işləyir, 360 dərəcəsi işləyir, avarikası işləyir. İndi qoşub göstərəcəm. Və əsas məqam bizdə hər bir şey işləyir. Bir daha açıram. Lükok benzabaka. İndi isə bir dənə güzgünün funksiyalarını göstərim. Bir dənə zəhmət olmasa rüfət çək. Zıjıqanyanı açıram. Tak. Bir dənə avarikanı göstərim. İşləyir. Pavorotnik işləyir. Və güzgüləri göstər rüfət. Tak. Qoşun buranı. Baxın, görün. Güzgü işləyir. Sağa, sola. Yuxarı. Oranı da göstər. Yuxarı, aşağını çək. Yuxarı, aşağı. İşləyir. Bir də maşını xodlayım. 360'ı da göstərim. Ekranı göstər, rüfəz. Çək buranı da. Əlvi orada oynat, türkü məsələ göstərsin. Gördüyünüz kimi 360'dan işləyir. Beləliklə, Mercedes S-Class 223 quza yan güzgünün dəyişilməsi və benzabak krışkasının təmiri. Paka-paka.